Elə gözümə durubdu ki, gələcəkdə uşaq gedib başqa uşaqla dalaşa və yaxud da o mənim uşağıma nəsə eləyə, qalırsan bunun atası ilə üzbəüz. Onda sən onun uşağını döy, o da sənin uşağını. Yes. Ay sağ ol. Hə, ikimizin də hıncı çıxmış olsun. Amma o sənin uşağı biraz bərk döysə, sən də atanı döy. Bəlkə gedəcəm onun atası iri yarılı bir şeydir. Bərk döysə, sən də gəl onun anasını döy. Anası kulvatdasın. Atası iri olsa bəs. Atası iri olsa, sənin gücün çatmır axı. Deyirsən uşağın anasını döy. Atası Osimendi də, yox da, hərənin bir haqqı var. Hə, yox da ata iri də axı, onun çox haqqı var. Uşaq ata gəlib mənim uşağımı döyür. Mən də gəlib onun anasını döyür. Anasını döydüyün anda o iri ata yeni bir səviyyə keçirdi. Anan hariçdir. O ata artıq qoymur da. O gəlir mənə döyür. Okey, mən də gücümü yığıram, mənim bir dənə şansım var axı. Gedirəm babasını döyürəm. Mən gedib istəmirəm onun atasını deyim ki, oğlunuz mənim oğlumu vurubdu. Evdə onu biraz tənbihləyin. Bilmirəm o gedəcək, eləməyəcək. Gəl belə eləyək. Bəs olar ki, biz niyə ataları tək övladlı düşünürük? Elə gedək qardaşını döyək. Yoxdursa nə olacaq? Kimin qardaşını? Bunu ümumiləşdirmək lazımdır ki, uşağın qardaşını döyürük. Bir uşağı var da. Qardaş, sən heç nə eləyə bilmirsən, sən atasan. Yox da mən döymək istəyirəm. Mən də istəyirəm də. Okey də uşağı döymürük, ataya da dəymirik. Uşağın qardaşına döyürük. Onda sənin qabağında 2 rəqib var. Uşaq və ata. Ay sağ ol. Təksən. Təkəm. Onda müdirdən dəstək. Müəllimdən dəstək. Müəllimə deyirəm ki, get onun atasını bıçaqla. Müəllimin də bıçağı var. Yox, müəllimin bıçağı yoxdur. Müəllim bıçaq üstündə də batıb ona. Ana. Bıçağı götürür, soxur şeyə. Antakloska.